Qəhvə sevənlər qəhvə hormonları pozurmu, yoxsa qoruyurmu? Bu sual son illərdə çox müzakirə olunur. Bəziləri deyir ki, qəhvə kortizolu artırır və hormon balansını pozur. Digərləri isə onu faydalı hesab edir. Bugün sizə həkim endokrinoloq kimi bu mövzunun arxasında dayanan real səbəbləri izah edəcəm. Əvvəlcə əsas mexanizmdən başlayaq. Qəhvənin əsas aktiv komponenti bildiyimiz kimi kofeindir. Kofein mərkəzi sinir sistemini stimullaşdırır və bunun nəticəsində bədəndə kortizol və adrenalin kimi hormonların qısa müddətli artımı baş verir. Bu da bizim enerjimizin yüksəlməsinə gətirir. Bu patoloji deyil. Bu əslində bu hormonların qəhvəyə olan fizioloji cavabıdır. Yəni qəhvə içdikdən sonra kortizolun artması avtomatik olaraq hormonal pozuntu kimi qəbul olunmamalıdır. Problem o zaman yaranır ki, bu stimul xronik stres fonunda və yanlış istifadə ilə birləşir. Məsələn, səhər ac qarnına yüksək dozada qəhvə qəbul etmək bəzi insanlarda daha güclü kortizol reaksiyasını yarada bilər. İndi isə digər tərəfə baxaq. Qəhvənin metabolik təsirləri. Araşdırmalar göstərir ki, müntəzəm qəhvə istehlakı bəzi hallarda insulin həssaslığını yaxşılaşdıra, iştahı azalda və tip 2 diabet riskini azalda bilər. Bu effekt yalnız kofeinlə bağlı deyil. Qəhvənin tərkibində olan bioaktiv maddələr də bunda geniş rol oynayır. Yəni qəhvə yalnız stimulator deyil, həm də kompleks metabolik təsirə malikdir. İndi isə əsas məsələni qeyd edim. Qəhvə özü problem deyil. Problem onun istifadə kontekstidir. Əgər siz gündə bir neçə dəfə şəkərli, siroplu, yüksək kalorili qəhvə növləri, latte, cappuccino kimi növləri istifadə edirsinizsə, bunu yemək əvəzinə istifadə edirsinizsə və ya yuxusuzluq fonunda kofeinlə kompensasiya etməyə çalışırsınızsa, onda bu artıq hormonal balansı dəstəkləmir və əksinə pozaraq sizdə ciddi xronik xəstəliklərə gətirə bilir. Beynəlxalq yanaşmalara isə baxdıqda, European Food Safety Authority bildirir ki, sağlam böyüklər üçün gündə təxminən 400 mg kofein təhlükəsiz hesab olunur. Eyni zamanda Amerikan Diabet Assosiasiyasının məlumatına görə qəhvənin diabet riskinə təsiri ilə bağlı neytral və ya müsbət nəticələr qeyd oluna bilər, amma əlavə şəkər və kalorilər qoşularsa, bu metabolik yükü artırmış olur. Yəni əsas risk qəhvənin özündə deyil. Əsas sizin ona əlavə etdiklərinizdədir. İndi isə daha incə bir məqama toxunaq. Hər kəs qəhvəyə eyni reaksiya vermir. Genetik fərqlər, hormonal vəziyyət, stres səviyyəsi və yuxu keyfiyyəti bu reaksiyanı dəyişir. Bəzi insanlar üçün isə qəhvə fokusu artırır. Digərləri üçün isə narahatlıq yaradır. Ürək döyünməyə, halsızlığa və yuxu ritminin pozulmasına səbəb olur. Bu isə artıq dolayı yolla hormonal sistemə öz təsirini göstərərək orqanizmi zədələyir. Xüsusən qadınlarda yüksək stres və yuxu problemləri fonunda həddən artıq kofein qəbulu ilə kortizol balansına mənfi təsir göstərərək həm orqanizmin immun sisteminin, həm də metabolik yükün zədələnməsinə gətirib çıxardır. Sonda isə ən vacib hissə budur. Qəhvə nə dostdur, nə düşmən. O sadəcə bir alətdir. Onu necə istifadə etdiyiniz nəticəni müəyyən edəcəkdir. Praktik olaraq bəs nə edək? Qəhvəni ac qarnına və yüksək dozada içməyək. Şəkər və siropları istifadə etməyək və yaxud minimuma endirək. Gün ərzində miqdarı isə nəzarətdə saxlayaq. Yuxu problemləriniz varsa, axşam saatlarında kofeindən uzaq durmanız tövsiyə olunur. Və ən vacib də odur ki, qəhvəni enerji mənbəyi kimi yox, əlavə stimulator kimi qəbul edə bilərsiniz. Əgər siz qəhvəsiz işləyə bilmirsinizsə, problem qəhvə çatmamazlığı deyil. Problem sizin bərpa sisteminizdədir. Orqanizmin mövcud olan problemlərindədir. Yuxu, stres və həyat tərzində də ola bilər. Ona görə də unutmayın, qəhvə hormonal balansı avtomatik olaraq pozmur. Amma yanlış istifadə edildikdə bu balans pozulacaqdır. Əgər siz də bu problemləri hiss edirsiniz və ona görə davamlı qəhvə istifadəsi ilə özünüzdə rahatlıq və enerji hiss edirsinizsə, deməli artıq endokrinoloq qəbulunun zamanıdır. Hormonal və vitamin, mineral balansınız yoxlanaraq sizə doğru diaqnoz qoyularaq problemi aradan qaldıra bilərsiniz və qəhvəni isə sadəcə zövq üçün qəbul edə bilərsiniz. Özünüzdən müğayət olun və bu videonun daha çox insana çatması üçün qəhvə sevər dostlarınızla paylaşmağı unutmayın.
Sağ olun.